dərsimizin mövzusu kimyəvi reaksiyaların sürəti, kimyəvi tarazlıqdır. Mövzu çox uzun olduğu üçün bu dərsdə mən sizə yalnızca kimyəvi reaksiyanın sürəti haqqında məlumat verəcəm və o reaksiyanın sürətinə təsir edən amillər haqqında danışacağam. Ümumiyyətlə, gəlin baxaq ki, kimyəvi reaksiyanın sürəti nədir? Bu sürəti yaradan nədir? Aktiv molekullardan və s. bunlar haqqında məlumat verəcəm. Deməli, uşaqlar, yazmışam burada ki, molekulların kimyəvi reaksiyaya girməsi üçün molekullar müəyyən bir enerjiyə malik olmalıdır. Baxın, bu maddələrin qarşılıqlı təsirdə olması üçün hər biri enerjiyə malik olmalıdır və bu enerjilərin toqquşması nəticəsində demək, reaksiya gedir və həmin o enerjinin miqdarına biz deyirik aktivləşmə enerjisi. Bu enerjiyə malik olan molekullar isə aktiv molekullar adlanır. Gəlin indi baxaq kimyəvi reaksiyanın sürətinə. Reaksiyanın sürəti nədir? Uşaqlar, bu tərifi yaxşı-yaxşı deməli öyrənmək lazımdır və dərk edərək öyrənmək lazımdır. Çünki reaksiyanın sürətini anlamasaq, bu mövzunu başa düşə bilmərik. Deməli, uşaqlar, reaksiyanın sürəti reaksiyaya girən və ya reaksiya nəticəsində əmələ gələn maddələrdən birinin miqdarının vahid zamanda dəyişməsini xarakterizə edən kəmiyyətdir. Gəlin, növbəti slaydlarda bunu daha da açacağam. Deməli, uşaqlar, gəlin əvvəlcə reaksiyanın sürətinin homogen və heterogen olaraq iki yerə bölünür. Homogen reaksiyanın sürəti dedikdə, vahid zamanda reaksiyaya girən və reaksiya nəticəsində alınan maddələrdən birinin molyar qatılığının dəyişməsinə deyilir. Məsələn, baxın, bu demək, burada göstərdiyim V zamanı ifadə eləyir. S qatılıqdır, delta S. Delta tau isə zamandır. Yəni müəyyən zaman ərzində bu qatılığın dəyişməsi, deməli, homogen reaksiyanın sürətidir. Və uşaqlar, yadınızda qalsın ki, başlanğıc maddələrin qatılığı zaman keçdikcə, baxın, tau 1-dən tau 2-yə doğru getdikcə əyri qrafik ilə işarə olunur, yəni göstərilir. Çünki zaman keçdikcə başlanğıc maddələrin qatılığı azalır. Ancaq zaman keçdikcə reaksiya məhsullarının qatılığı isə artır. Heterogen reaksiyanın sürəti nədir uşaqlar? Deyir ki, vahid zamanda və vahid səthdə reaksiyaya daxil olan və reaksiyadan alınan maddələrdən birinin miqdarının dəyişməsinə heterogen reaksiyanın sürəti deyilir. Burada V heterogen bərabərdir. Deməli, delta nü bölünsün S vurulsun delta tau. Deməli, burada homogen reaksiyanın sürətində vahid mol bölü litr vurulsun saniyə idi. Heterogen reaksiyanın sürətində isə litr burada santimetr kvadrat ilə əvəz olunub. Çünki reaksiyalar vahid səthdə gedir. Deməli, mol bölünsün santimetr kvadratı və yaxud metr kvadratı vurulsun saniyə. İzahlı test göstərmişəm uşaqlar ki, bu dərsi daha yaxşı anlaya biləsiniz. Deməli, baxın, reaksiya verilib. 2SO2 üzərinə gəlsin. Oksigen alınır 2SO3. Yəni, kükürt reoksidin alınma reaksiyasıdır. Bu reaksiyada SO2-nin başlanğıc qatılığını verib 0,8 mol bölünsün litr. 10 saniyədən sonra isə 0,4 mol bölünsün litr olmuşsa, reaksiyanın orta sürətini tapın. Deməli, biz nə demişdik? Zaman keçdikcə qatılıq dəyişir. Həqiqətən də elə olur. Baxın, 10 saniyədən sonra əvvəl qatılıq 0,8 idisə, qatılıq sonra oldu 0,4. Deməli, biz də dedik ki, ifadəmiz nə idi uşaqlar? V bərabərdir S2 çıxılsın. S1 bölünsün delta T. S2-dən S1-i çıxdığımız zaman, yəni 0,4-dən 0,8-i çıxdığımız zaman, baxın, burada S2 ən sonuncudur, 0,4. S1 isə 0,8, yəni başlanğıcdır. Çıxdığımız zaman qarşıya mənfi qoyuruq ki, sürət, uşaqlar, mənfi ilə mənfi olacaq müsbət, sürət mənfi ola bilməz. Deməli, 0,4-ü də böləndə 10 saniyədə gedib bu reaksiya, yəni 10 saniyədən sonra 0,4-ü də 10-a böldükdə eləyir 0,4 mol bölünsün litr vurulsun saniyə. Deməli, reaksiyanın sürəti 10 saniyədən sonra bu qatılıq azaldığı üçün dəyişir və 0,04, yəni 0,4 olur. İzahlı testə baxaq. Deməli, məsələ 2. Deməli, uşaqlar, məsələ 2-də deyir ki, azotla hidrogenin reaksiyasından amoniak alınır və bu reaksiyada azotun qatılığı 0,3 mol bölü litr azalmışsa, hidrogenin və amoniakın qatılığı necə dəyişir? Ümumiyyətlə, yadınızda qalsın ki, mən qrafikdə də göstərmişdim ki, zaman keçdikcə qatılıq azalır. Bu da onun nümunəsidir. Baxın, deyir, azotun qatılığı 0,3 mol bölü litr azalır. Qayda olaraq mən nə vermişəm? Deməli, uşaqlar, bunun deməli, bir başqa versiyasını yazmışam. Sadəcə maddələri qeyd etməmişəm və diqqətlə dinləyin bu hissəni. Deyir ki, bu reaksiyada A maddəsinə görə reaksiyanın sürəti B maddəsinə görə olan sürətdən 3 dəfə kiçik, C maddəsinə görə olan sürətdən isə 2 dəfə kiçik olur. Baxın, əmsallara A maddəsi 3B-dən 3 dəfə az sürətə malik olacaq. C-dən isə 2 dəfə az sürətə malik olacaq. Çünki B A-dan 3 dəfə böyükdür, C isə A-dan 2 dəfə böyükdür.
Həllində isə nə görünür? Baxaq. Deyir ki, tənlikdən görünür ki, 1 mol azot sərf olunduqda 3 mol hidrogen reaksiyaya girdiyi üçün azotun qatılığı, daha doğrusu hidrogenin qatılığı azotun qatılığından 3 dəfə daha çox sərf olunacaq. Baxın, əgər azotda 0,3 mol bölü litr azalıbsa, hidrogen ondan 3 dəfə daha çox azalacaq. Çünki azot 3-dür. 3-ü də vuranda hidrogenin 3-ünə 0,3-ü vurduqda eləyir 0,9. Amonyakın isə uşaqlar deməli 0,3 azotdadırsa, 2 dəfə ondan çoxdur amonyak, ona görə 2-ni vururuq. Deməli, yəni amonyakın əmsalını vururuq 0,3-ə, olur 0,6. Deməli, uşaqlar, gəlin kalium xloratın parçalanmasına baxaq. Kalium xlorat parçalandığı zaman alınır kalium xlor və oksigen. Baxaq ki, kalium xlor 2 molunda 4 mol bölü litr olsun saniyə sürətlə gedib reaksiya. Bunun da 2 molunda həmçinin. Burada isə 3 molunda X. Bunun 3 molunu tapılmağını istəyir. Deməli, uşaqlar, yadınızda qalsın ki, əgər reaksiyada 2-nin 3-ə nisbəti verilibsə, baxın, yəni 2-nin 3-ə və yaxud da kalium xlorla da müqayisə edə bilərsiniz, çünki o da 2 moldur. 2-nin 3-ədirsə, 4-ün də X-ə. X olacaq burada 6. İndi uşaqlar, gəlin ən maraqlı hissələrdən biri olan reaksiyanın sürətinə təsir edən amillərə baxaq. Deməli, uşaqlar, 6 dənə amil reaksiyanın sürətinə təsir edir. Birincisi, maddələrin, reaksiyaya daxil olan maddələrin təbiəti. İkincisi, qatılığı. Üçüncüsü, təzyiq. Qaz halında olan maddələrə aiddir təbii ki. Dördüncüsü, toxunma səthinin sahəsi. Bu, heterogen reaksiyalara aiddir. 5-də də temperatur, 6-da katalizator. Gəlin bir-bir aydınlaşdıraq. Deməli, uşaqlar, reaksiyaya girən maddələrin təbiətinin reaksiyanın sürətinə təsiri necə olur? Deməli, biz bilirik ki, maddələr müəyyən bir aktivliyə, müəyyən bir deməli, enerjiyə malik olurlar. Enerjisi az olan elementlərin aktivliyi də az olur. Nə demişdim? Yəni, aktiv enerji, aktiv molekullar o molekullardır ki, onlar özlərində müəyyən miqdarda enerji daşıyırlar. Təbii ki, aktiv metallarımız bizə məlumdur. Baxın, maqneziuma qədər olan litium, kalium, kalsium, natrium. Bunlar bizim aktiv metallarımızdır. Bununla biz nəyi müqayisə edirik? Baxın, su ilə reaksiyasını aparırıq bu maddələrin hər birinin və prosesdə reaksiya sürətinin necə getdiyini aydınlaşdırırıq. Maqneziuma baxın, birincidə deyilir ki, maqneziuma qədərki metallar su ilə adi şəraitdə reaksiyaya girir. Əlbəttə ki, reaksiyaya girəcək, çünki onlar aktivdirlər. Və mən burada da qeyd etmişəm ki, soldan sağa doğru getdikcə metalların aktivliyi azalır. Deməli, uşaqlar, indi gəlin baxaq maqneziumla hidrogenə qədər olan elementlərə. Maqneziumla hidrogenə qədər olan metallar su ilə qızdırıldıqda reaksiyaya gedir. Yəni, bu reaksiya adi şəraitdə getmir, ona müəyyən bir temperatur lazımdır. Yenə də gedəcək reaksiya, amma müəyyən temperaturun təsiri ilə. Və hidrogenden sonraki metallar isə qızdırıldıqda belə su ilə reaksiyaya girmirlər. Çünki onlar passiv metallardır uşaqlar. Onların özlərində, daxilində müəyyən bir aktivlikləri yoxdur. Ona görə də onlar su ilə reaksiyaya girmirlər. Sonra uşaqlar, maddələrin reaksiyaya girən maddələrin qatılığının reaksiya sürətinə təsirinə baxaq. Əvvəlcə bu müddəanı oxumaq istəyirəm. Deyir ki, kimyəvi reaksiya maddələrin molekullarının toqquşması nəticəsində baş verir. Bunu mən əvvəldə də qeyd etmişdim ki, aktiv hissəciklər, yəni aktiv molekullar toqquşaraq reaksiyaya gedir. Və bu reaksiyaya girən maddələrin qatılığı artdıqca toqquşmaların sayı da artır və reaksiya sürətlənir. Deməli, mən kütlələrin təsirinə qanuna görə, baxın, MA, NB, AM, BN reaksiyası getdiyi zaman bu reaksiyanın sürətinin qatılığına təsiri düz mütənasib olacaq. Çünki baxın ifadəyə V-yə. Bu kimyəvi reaksiyanın kinetik tənliyidir uşaqlar. Burada Arrhenius tənliyidir. Yəni bunları yaxşı-yaxşı əzbərləməlisiniz. Deməli, kimyəvi reaksiyanın kimyəvi reaksiyanın kinetik tənliyi V bərabərdir. K vurulsun CAM və vurulsun CBN. Yəni burada A-nın qatılığı və B-nin qatılıqları hasili. Bu K burada sürət əmsalıdır. M və N isə onların indeksləridir. AM, BN. Və uyğunluğu müəyyən edən bir nümunə göstərmişəm burada. Deməli, birinciyə hansı reaksiyanın uyğun gəldiyini təyin etmə. Deməli, baxın, burada birinci, ikinci və üçüncü kinetik tənliklərdir. Birinci kinetik tənliyə uyğun olan reaksiyanı tapmamızı istəyirlər. Deməli, birincidə baxırıq ki, K-nı vurub CX2, vurulsun CY2. CY2-nin üzərinə baxın, heç nə yazılmıyor. Deməli, Y-ımız burada 1 moldur. Amma X-ımız 2 moldur. Bu hal yalnız A variantındadır. X-ımızın 2 mol olduğu, Y-ımızın da 1 mol olduğu. 2-yə uyğun gəlir uşaqlar B. Çünki X da 1 moldur, Y 2 moldur. Yəni, baxın, indeksləri bizə həm də əmsallarını göstərir. İndeks dediyim, yəni üzərindəki qüvvətləri. Üçüncü uşaqlar, burada CX, Y, yəni daha doğrusu X-ın üzərində heç nə yazılmayıb. Burada isə Y-ın üzərinə 3, yəni Y-dan 3 mol olduğunu qeyd edir. Eləyən variantı istəyir, o da C olur. Daha sonra uşaqlar reaksiyaya girən maddələrin təzyiqindən danışaq. Deməli,
Təzyiqin artması toqquşmaların artmasına gətirib çıxardır. Bunu yadınızda saxlayın. Yəni təzyiq nə qədər çox artarsa, uğurlu toqquşmaların faizi də bir o qədər artır. Və o da yenə eyni qayda ilə ifadə olunur. Sadəcə kinetik tənlik burada P ilə əvəz olunur. Baxın, burada da qeyd etmişəm ki, təzyiqin artırılması qaz hafazada olan hissəciklərin bir-birinə daha çox yaxınlaşmasına gətirib çıxardır. Beləcə də toqquşmaların sayı artır və reaksiya sürətlənir. Ümumiyyətlə bilirik ki, uşaqlar, qaz molekullarında molekulları təşkil edən o hissəciklər bir-birləri ilə olduqca uzaq məsafələrdədir. Yəni onların bir-birinə toqquşması və reaksiyanın getmə ehtimalı açıq havada və yaxud da müəyyən təzyiqsiz prosesdə, açıq qabda gedən hər hansısa bir prosesdə daha zəif gedir o reaksiya. Amma biz onun təzyiqini artırsaq, yəni daha çox belə müəyyən bir qüvvə ilə təsir edib onun təzyiqini artırsaq, baxın, hissəciklər bir-birinə daha sıx yerləşir və nəticə etibarilə də təzyiq artar. Və həmçinin bu reaksiyanın dediyim kimi kinetik tənliyi ilə əvəz edilməsini istəyiriksə, V bərabərdir K, vurulsun P, NO-nun əmsalı 2 olduğu üçün qüvvətini 2 yazırıq. Vurulsun P, oksigenin əmsalını qüvvətini için yazmırıq, çünki əmsalı 1-dir. İzahlı test nümunəsi var. Deməli, azotla yenə hidrogenin reaksiyasından amoniak alınır. Bu reaksiyada qaz qarışığının təzyiqini 3 dəfə artırsaq, sürətin necə dəyişdiyini təyin etməyimizi istəyir. Dedik ki, əgər təzyiqi artırırıqsa uşaqlar, baxın, bunların hər biri qazdır. Azot da qazdır, hidrogen də qazdır, amoniak da qazdır. Və bu qazda təzyiqi 3 dəfə artırsaq, reaksiyanın sürəti necə dəyişər ona baxaq. Deməli, V-nin yerinə yenə yazırıq, V bərabər K vurulsun P. Yəni bu ifadəni biz azot, hidrogen və amoniaka təsir etsə uşaqlar. Düşünün ki, P-nin yerinə deməli burada N-i yazırıq. N-in üzərində heç nə yoxdur, ona görə heç nə yazmırıq. Vurulsun P. Burada hidrogen yazırıq. Çünki hidrogendir başlanğıc maddəmiz. Hər biri də 3 olur. Bu da 3 olur, çünki təzyiqi 3 dəfə artırırıq. Bu da 3 olur, bu da 3 olur. Sadəcə bunun əmsalı heç nə olmadığı üçün N-in üzərində 1, yəni bu 3 vurulsun. Hidrogen də deməli qüvvəti 3-dür. 3-ün kubu eləyir 27. 27-ni də 3-ə vuranda eləyir 81. Baxın, burada da göstərmişəm. Hidrogen 3, azot isə 3-dür. Çünki onun əmsalında heç nə yoxdur. Və vurulduqda bir-birinə eləyir 81. Deməli, qaz qarışığının təzyiqini 3 dəfə artırsaq, sürəti 81 dəfə artır. Məsələni başqa cür də verə bilər. Sizə deyə bilər ki, təzyiqi 3 dəfə azaltsaq. Təbii ki, 3 dəfə azaltsaq, uşaqlar, əgər 81 tapmışıqsa, 81 dəfə artar, yox, azalar variantını seçəcəyik. Daha sonra uşaqlar toxunma səthinin sahəsindən danışım. Deməli, heterogen sistemlərdə, qaz, bərk, maye, bərk sistemlərdə reagentin səthinin nə qədər çox sahəsi artarsa, reaksiya bir o qədər sürətli gedər. Baxın, bir kub düşünün. 10 bilirik ki, neçə dənə kvadrat hissələri var. Və bu kiçik halda toqquşmalar daha az olur. Nəinki bunları xırda-xırda hissəciklərə parçalayan zaman. Deməli, uşaqlar, baxın, bəlkə reagentin səthinin sahəsinin artırılması reaksiyaya daxil olan bilinən hissəciklərin sayını artırır, onların digər reagentlə görüşməsinin imkanı yaradır. Görüşən hissəciklərin sayının artması reaksiyanın sürətinin artmasına səbəb olur. Yəni, toxunma səthi artdıqca, deməli, heterogen reaksiyanın intensivliyi də artır. Daha sonra ən maraqlı hissə olan temperatur hissəsinə gəlirik. Burada temperaturun reaksiya sürətinə təsirindən danışır. Van Tov ilk dəfə belə bir ifadə irəli sürmüşdü ki, temperatur hər 10 dərəcə artdıqda əksər reaksiyaların sürəti 2-4 dəfə artır. Deməli, uşaqlar, Van Tov 1884-cü ildə bir qanun irəli sürür və o belə bir fikir irəli sürdükdə, belə bir də deməli düstur, belə bir tənlik ortaya çıxardır. Və burada yaz, deməli, V bərabərdir VT2 bərabərdir VT1 vurulsun teta, tau 2 çıxılsın tau 1 bölünsün 10. Yəni, indi bunu mən izahlı testdə necə eləyə bilərik, onu izah edeyim. Deməli, reaksiyanın sürətinin temperatur əmsalı, yəni qamma 2-dir və temperaturu 30 dərəcədən 60 dərəcəyə artırsaq, reaksiya sürətinin neçə dəfə artacağını təyin etməyimizi istəyir. Deməli, uşaqlar, ifadəmizi yerinə qoyuruq. V-ləri bilmirik, reaksiya sürətlərini taumuzu bilirik 2-dir. T1-dən T2-yə, yəni 30-dan 60-a qədər artıbsa reaksiya, tau 2-miz bizim 60-dır, T1-imiz də 30-dur. Tau 2-dən tau 1-i çıxıb böldükdə 10-a, baxın, 10 burada desəz ki, hardan gəlib? Bu tənliyin özündədir. 60-dan 30-u çıxıb 10-a böldükdə eləyir 3. Baxın, 2-nin bu surətindədir. Daha doğrusu qüvvətindədir bu ifadə. Yəni 60-dan 30-u çıxsa 3, 30, 30-u da 10-a böləndə 3. Yəni 2-nin üzərindəki bu 3, 2 vurulsun 3 deyil. 2-nin qüvvətində 3-dür. Deməli, sonra bərabər olur 8-ə. Deməli, uşaqlar,
İfadədən belə çıxır ki, reaksiyanın sürəti 8 dəfə artır. Daha sonra uşaqlar katalizatorların təsirindən danışım. Deməli, katalizator nədir uşaqlar? Katalizator reaksiyanın sürətinə təsir edən, yəni istəsə azalda bilər, istəsə artıra bilər. Bəzi ədəbiyyatlarda kimyəvi reaksiyanın sürətini artıran deyə ifadə edirlər, ancaq bu yanlışdır. Çünki katalizator reaksiyanın sürətini azalda da bilər. Elə bir maddə ilə biz reaksiyaya təsir edə bilərik ki, orada reaksiya həddindən ziyadə arta bilər və yaxud da həddindən aşağı azala bilər. Deməli, gəlin tərifə baxaq. Deyir ki, kimyəvi reaksiyada iştirak edib, onun sürətini dəyişən, ancaq özü sərf olunmayan maddələrə katalizatorlar deyir. Katalizator iştirakı ilə baş verən reaksiyalar katalitik reaksiyalardır. Deməli, uşaqlar, baxın, burada inhibitorlardan avtokatalitik, promotor, katalitik zəhər və katalizatorların selektivliyi haqqında deməli, anlayışları yazmışam ki, inhibitorlar uşaqlar reaksiyanın sürətini azaldanlardır. Promotorlar aktivliyi artıranlardır, zəhərlər isə aktivliyi azaldanlardır. Əziz şagirdlər, mən sizə bir növbəti dərsdə kimyəvi tarazlıq haqqında məlumat verəcəm. Həmçinin bu tarazlığa təsir edən amillər haqqında danışacağam. Odur ki, səhifəmi izləsəniz, bu dərsləri də qaçırmarsınız. Hər birinizə uğurlar arzulayıram.